Amma Allah bəs cəhənnəmi niyə xəlq eləmisən? Deyir, çünki insanlar Əli vilayətinin ətrafında toplaşmağı bacarmırlar. Ona görə mən məcbur olmuşam, cəhənnəmi yaratmışam. Əgər birdən toplaşsaydılar, cəhənnəmə lüzum olmayacaqdı. Bu hədis-i qüdsi də Həzrət Peyğəmbər. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. De ki, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm. Günahkarlar barəsində. Sizi səqərə salan nədir? Onlar deyəcəklər. Biz namaz qılanlardan deyildik, kasıbı da yedizdirməzdik.